Martın 3-ü. Bugün sənin doğum günün. Səni təbrik eləyirik. Canım bacım, uzun ömür, can sağlığı diləyirik. Əziz bacım, ana əvəzim, çox dəyərlim. Zeynalovlar ailəsindən təkcə biz ikimiz qalmışıq. Allahım bir də dərd verməsin. Ata, ana, qardaş yadigarım. İstəyirəm bundan sonra nəvələrin səsküyü ilə dolsun evin. Onlara baxaraq gülsün o qəmli gözlərin. Əllərindən tutaraq abaslasam, parklara, dənizə gedəsən. Qışda nəvələrinlə xoşlamadığın qartopsu oynayasan, güləsən. Dəcəllikləri yorsun səni. Əvvəllər sənə kim söyləsə nəvə evladdan şirindir, gülərdin. Canım bacım, indi necəsən? Nədən Yusifi qızından çox istəyirsən? Allah oğul nəvəsi ilə də sevindirsin səni. Bir də ad günün mübarək olsun. Xoş keçsin qalan illərin, günlərin. Amin. Amin.